Deməli, hər kəsə salam. Beləncə bir video çəkməyə qərarına gəldim. Gördüyünüz kimi elektrovelosipedimiz var bu formada. Yəni amma bu əl işidir, yəni başdan ayağa əl işidir. Yəni alınma deyil də belə deyək. Yəni burada nə görürsünüzsə motor, bu xırda şeylər, sep və yaxud da qalan hissələr hamısı əldə düzəlməlidir. Yəni bu videonu çəkmək səbəbim nədir? Bir çox insan mənə sual verir yolda falan. Sual verir ki, bunu hardan almısan və yaxud da kim sənin üçün düzəldib? Yəni ona görə də bu videonu çəkirəm ki, yəni bilməyən insanlar bilsin, maariflənsin. İndi hər bir hobbisi var. Mənim də təbii ki, bir çox hobbim var. Bu da o hobbilərdən bir dənəsidir. Yəni mən bunu neçə il bundan qabaq düzəltmişəm. Hardasa bir 7 il olar, 6 il olar. Mən bunu bundan qabaq düzəltmişəm. İndi düzdür, belə skuterlər falan çıxıbdı. Yəni təzə-təzə skuterlər çıxıb, elektrovelosipedlər çıxıb. Amma mən bunu 7 il bundan qabaq düzəltmişəm və hələ də sürürəm. Yəni heç bir problem mənə yaratmır. Hər yerdə gedirəm, gəzirəm, sürürəm, yəni rahatdır. Deməli, bunu necə düzəltmişik? Birinci növbədə işıqdan başlayaq. Gördüyünüz kimi, baxın, bu formada işıqlarımız yanır. Baxın, beləncə. Yəni, qaranlıqda rahat motosiklet kimi. Demək olar ki, motosikletdən də hətta güclüdür. Baxın, günün orta sağı nə qədər işıq salır. Motosikletdən belə güclüdür. Bu formada sarı işığımız yanır. İkinci işığımız da, baxın, bu formada ağdır. Ağ işığımız da, baxın, belə yanır. Yenə bu da güclüdür, ağ işığımız. Yəni, bunlar hamısı satılır, bahalı bir şey deyil, Temuda var, 5-6 manatdır. Sadəcə biraz quraşdırmaq, biraz baş qarışdırıcıdır, amma yəni, bahalı bir şey deyil. Yəni, burada nə görürsünüzsə, hamısı satışda var. Baxın, bu formada sarı işıq arxada yanır, ağ yandıranda da ağ verənsi yanır, qalır bu vəziyyətdə. Deməli, burada nədir? Burada bir ədəd beyindir, baxın, həmən bu motoru idarə edən beyindir. Bir ədəd motordur, gördüyünüz kimi, baxın, Segway motorudur. Yəni, bu doludur hər bir yerdə. Yəni, istəsəz, axtarsınız, taparsınız. Bu köhnə Segwaylər olur, iki təkərli, bilmirəm, bilirsiniz yoxsa yox. Onların motorlarıdır. Yəni, bunlar sabunçu bazarında və yaxud da hər yerdə, tapazda falan xarabları zadı olur. Motoru salamat olur, özləri xarab olur. Yəni, çıxardıb bunun içindən belə götürə bilərsiniz. Bunlar çox güclü motorlardır. Yəni, bunu 2 nəfər, 3 nəfər az voltaj versən belə, yəni, yerindən tutub saxlaya bilmir. Yəni, bu fırlanır, o qədər güclüdür ki, bu motorlar. Maqnitləri dəhşətli dərəcədə güclüdür, həm də çəkisi də çoxdur. Hardasa bu 2 kiloya, 1 kilo, yarım 2 kilo olar, yəni çəkisi dəhşət çoxdur. Mən bunu əvvəl nə eləmişdim? Mən bunu əvvəl bu qabaq hissəyə qoymuşdum. Baxın, bu formada kəsmişdim, qoymuşdum qabaq hissəyə, spisə hörmüşdüm. İndi videonun içində şəklini paylaşacağam. Amma effekt vermədi. Niyə effekt vermədi? Düzdür, saatda 70 ilə gedirdi. Qabaqda olanda saatda 70 ilə gedirdi. Həm də skorsa falan atmağa ehtiyac yox idi. Yəni rahat idi, həddindən artıq rahat idi. Sadəcə qaz verirdim, buraxırdım, avtomat korobka kimi də belə deyək. Amma dikə çatanda artıq diki qalxmırdı. Çünki bu təkərin çevrəsi o qədər böyükdür ki, o motor xırdadır. Yəni motor ucu artıq naquskuya düşür, dikə çatmır. 90 kilo sizsiz, bir 10 kilo, 12 kiloda velosiped olanda artıq gəlir 100 kiloya yaxın çıxır. 100 kilonda yəni o balaca motor qaldıra bilmirdi ki, yəni heç sürə qaldıramırdı. Mən də ona görə sökdüm onu qabaq hissədən. Trasda amma gedirdi. Trasda rahat 60-70 gedirdi. Yəni ki, pedalla kömək edirdim, gedirdi rahat. Köməksiz də, köməklə də 70-dən gedir. İndi də yenə 70-lə gedir, amma indi mən bunu mexanika eləmişəm. Yəni eyni mexanika motosiklet necədir və yaxud da maşın necədirsə o formada eləmişəm. Baxın, motoru bu hissəyə qoymuşam. Baxın, gördüyünüz kimi bu hissədə motordur, bax sehlər. Motor bu hissədir. Baxın, siz fırladırsınız, arxada təkər fırlanır. Bunun ona heç bir aidiyyatı yoxdur. Yəni pedalla istəsəz qoşula bilirsiniz, istəsəz qoşulmaya bilərsiniz. Yəni bu sizin öz seçiminizdir. Burada trişovka mən qoymuşam, svarkalamışam bunu bura. Yəni ki, motor işləyəndə yəni pedalın ayağınıza dəyməsin, dirənməsin deyə bu formada düzəltmişəm. Arxada da 7 dənə skorusdur. Deməli nə formadadır? Burada deməli qaz ruçkamız var. Baxın, beynimizi açaq. Gördüyünüz kimi 40 volt göstərir. Akkumulyator 42 voltluqdur. Bu akkumulyator əslində testi üçün qoymuşam bura, elə belə müvəqqəti bağlamışam. Özünün akkumulatoru var burada orta hissədə. Prosta o akkumulyatorlar da litium iyondur. Hərəsi bir yerdən tapmışdım deyə mən onu sonradan yandı, düzəltdim təzədən. Çünki işlənmiş akkumulyatorlar idi ona görə. Yəni təzə akkumulyator deyil idi. Amma bu akkumulyator təzədir. Yəni gördüyünüz kimi paçka halında təzədir. Baxın, test üçün eləmişəm bunu. Mən bunu artıq demək olar ki 7 ilə yaxındır bu formada sürürəm mən bunu. Baxın, qaz ruçkası buradadır. Siz qaz verdikcə, baxın, pedalı istəsiz saxlaya bilirsiniz. Yəni, pedal qalır. Pedalın sizdə bir aidiyyatı yoxdur. Baxın, motor fırlanır, təkər də orada fırlanır. Gördüyünüz kimi bu formada. İndi burada skorus da var. Baxın, bu formada skoruslar var.
Eyni adi velosipeddə necə Scorslar, bunda da elədir. Yəni mən bunu dəyişiklik eləməmişəm Scorslarda. Baxın bu formada Scorsu yığırsınız. Yığdınızda baxın. Məsəl üçün siz dişə çatdınız, atırsınız ən yüngülə dişə çatanda. Atırsınız ən yüngülə velosiped avtomatik qalxır. Çünki burada motor bir arabarodda işləyir, eyni maşındakı kimi. Yəni bir arabarodda işləyir, motosikletdə də bu formadadır. Siz tapatap Scors dəyişirsiniz. Yəni bu ən ağır atanda trasda 70 ilə təmiz gedir. Amma dişə çatanda, artıq yüngülə atanda, dişə çatdıqca yavaş-yavaş atırsınız bir diş yuxarı, bir diş yuxarı, gəlir ən yüngülə çıxır. Yəni hətta bunun 7 pilləli olanların 13 pilləlisi, 14 pilləlisi də var, bura qədər gəlib çıxır. O vapşım dəhşət olar. Yəni onu qoysaz vapşım qabağı qalxar. Yəni dəyişə bilərsiniz. O topada satılır bu şesterlər, satılır, hamısı satışda var. Yəni baxın bu formada qaz verirsiniz. Baxın. Qaz verdikcə də yavaş-yavaş Scors atırsınız. Motorda aborot dəyişmir, amma gördüyünüz kimi təkərdə aborot baxın nə qədər yuxarı qalxdı. Yəni 70 ilə rahat gedir. Bu formada, yəni 70 ilə rahat gedir. Bununla məsəl üçün kuryer də işləyə bilərsiniz. Bununla nə bilim, yəni harasa gedib gələ də bilərsiniz. Yəni normalda belə velosipedlər çox bahadır. Həddindən artıq bahadır. 800 manat, 1000 manatdır. Yəni belə elektro velosipedlər hazır şəkildə çox bahadır. Mən də gördüm ki, dəhşətli dərəcədə bahadır. Qərar verdim ki, özümü bu formada düzəldim istədiyim kimi. Həm istədiyim formada düzəltmişəm. Yəni burada nə görürsünüzsə hamısı əl işidir. Baxın bu formada. Görürsünüz burada yarıqlar qoymuşam ki, motor qızmasın. Normalda əslində motor heç qızmır, demək olar ki, alüminiumlu deyə üstü. Yəni qızma vermir. Buz kimi olur həmişə. Hara sürürsünüz, soyuq olur motor. Mən hər ehtimala qarşı burada kəsiklər asmışam ki, yəni küləkdən bura heç olmasa ən azından bunun içində də pərfasondur qabaq hissəsi. Yəni bu küləyi burada fırladır, soyusun deyə. Yəni belə bu formada düzəltmişəm. Yəni burada böyük bir şey yoxdur. Əslində istəsəz özünüz düzəldə bilərsiniz. Bunlar hamısı satışda var. Baxın, bunlar hamısı satışda var. Bu xırda şeyləri düzdür, özüm düzəltmişəm. Amma qalan şeylər hamısı satışda var. Bu qaz ruskasıdır, falandır, bulardır, beyindir. Bax 10-15 manatda beyindir, Temuda var. Əvvəl Bakıda bu 100 manat idi, 5 il bundan qabaq. Heç tapılmırdı heç yanda. İndi doludur Temu. 15 manata, 20 manata, 25 manata doludur. Yəni hər cürə beyin var. Voltaj fərqləri var sadəcə olaraq. Düzgün voltajı seçmək lazımdır akkumulyatorla bir yerdə ki, yəni ona görə qiyməti dəyişir olarım. Yəni bu formada baxın, motor buradadır, beyin buradadır, akkumulyator buradadır, qaz ruskasıdır, gördüyünüz kimi. Baxın bu formada qaz ruskasıdır. Eyni motosikletdə necədirsə, bunda da elədir. Yavaş-yavaş qaz verə-verə gedirsiniz. Yəni dayananda da qaz ruskasını buraxırsınız, tormuzu sıxırsınız. Yəni bununla kuryer də işləmək olar. Ondan sonra bundan yəni hər bir şey olar da. Yəni hara istəsiniz gedə də bilərsiniz, idman da eləyə bilərsiniz. Çəkisi də çox deyil, yəni azdır. Yəni o qədər ağır deyil. Fikirləşərsiniz ki, 30 kilo oldu, 40 kilo oldu, yox. Elə 1 kilo yarım bir dənə bu motordur. Bir də xırda burada dəmirlər falan var, bir də baterkadır. Yəni o qədər ağır deyil, yəni yüngüldür. Yəni getməyinə baxanda, yəni o sizi yormur. Motor var deyə, baterka var deyə eyni adi velosiped kimindir. Yəni ehtiyac yoxdur, ağır bir şey yoxdur yəni burada. Yəni ağırlıq vermir sizə, rahat sürürsüz. Yəni baxın bu formada kuryer də işləmək olar. Nə bilim belə sürüb idman da eləyə bilərsiniz. Mən bundan adətən idman eləyirəm. Yəni hər tərəfə idman eləyirəm. Yorulanda artıq gəlib burada dişə çatanda başlayıram motordan istifadə etməyə və yaxud da şəhərə harasa gedirəmsə motordan istifadə edirəm. Yəni uzaq yolda motordan istifadə edirəm. Sadə belə, amma velosiped kimi sürürəm. Hara ürəyim istəyir, istədiyim yerə də gedirəm bu formada. Yəni gedirəm, gəlirəm, velosipeddən seçilmir. Yəni adi velosipeddir. Amma artıq trasa çıxanda saatda 50, 60, 70 indi baxır düz yerə. Əgər düppədüz yerdirsə 70 ilə təmiz gedir. İndi biraz dik olanda 60-a düşür, 65-ə düşür. Yəni rahatlıqla istədiyim yerə gedirəm, gəlirəm. Yəni bu formada paylaşmaq istədim ki, yəni kiminsə ola bilər fikri olsun belə bir şey düzəltməyə və yaxud da hobbi kimi bax bu formada kimsə düzəltmək istəyər. Yəni kiməsə maraqlı gələr. Kiminsə nəsə sualı olsa, kommentariyada yaza bilər, nə istəsə cavablandıraram. Yəni kimin nə sualı olsa, hamısını bir-bir cavablandıraram. Yəni deyərəm, başa salaram da yeri hardadır, nə necə satılır, hardan almaq olar. Yəni hamısını deyərəm. Kimin sualı olsa kommentariyada yazsın.